Dostlar, A variantı üzrə mətn sualların izahına davam edirik. Bundan əvvəlki video dərsimizdə Qova Qağacı mətnini izah etdik. İndi isə Asimov və Sofiya mətnini izah edəcəyik. Gəlin başlayaq. 13-21-ci tapşırıqları mətni oxuyaraq cavablandırın. Gəlin oxuyaq və cavablandıraq. Asimov və Sofiya mətni daha maraqlı mətnidir. Sualları düşünürəm ki, daha maraqlıydı. Gəlin baxaq. Asimov insana bənzər robotu Honda şirkəti tərəfindən hazırlanmış və ilk dəfə 2000-ci ildə təqdim edilmişdir. Bu robot Deməli, bu robot 1980-cı illərdən etibarən Honda'nın robot texnika sahəsində apardığı araşdırmaların nəticəsi idi. Asimov insan kimi yeriyə, qaça, pilləkən çıxa və müxtəlif jestlər edə bilən ilk robotdur. O saatda 2,7 km sürətlə hərəkət edə bilirdi və bu sürət daha sonra 9 km-ə qədər artırıldı. Sonra həmçinin robot səs və üz tanıma texnologiyası sayəsində ünsiyyət qurur, əl sıxmaq, başını tərpətmək kimi jestlər edərək insanlarla qarşılıqlı əlaqəyə girə bilirdi. Bundan başqa, Asimov müəyyən dərəcədə müstəqil qərar qəbul edə bilirdi. Məsələn, qarşısına bir maneə olduqda onu aşmaq üçün alternativ yol seçirdi. Asimov əsasən fiziki məhdudiyyətli insanlara və yaşlılara kömək etmək üçün hazırlanmışdı. Lakin Honda şirkəti Asimovun müxtəlif bacarıqları sayəsində ofis, otel, muzey kimi məkanlarda da uğurlu olduğunu nümayiş etdirdi. Hətta Asimov NASA ilə əməkdaşlıq çərçivəsində kosmik araşdırmalar üçün nəzərdən keçirilmişdi. Bununla yanaşı Asimovun bəzi çətinlikləri də mövcuddur. Bir ədəd Asimov robotunun hazırlanması üçün təxminən $1 milyon vəsait tələb olunurdu. Həmçinin o yalnız sadə ünsiyyət bacarıqlarına malik idi. 2017-ci ildə Hanson Robotics adlı başqa bir şirkət tərəfindən istehsal edilmiş Sofiya adlı növbəti insana bənzər robot bu sahədə Asimovun geridə qoydu. Sofiya sosial zəkaya malik ilk robotdur. O insanın üz ifadələrini təqlid edə bilir və daha yaxşı ünsiyyət bacarıqlarını nümayiş etdirir. Sofiya danışır, suallara cavab verir və müxtəlif duyğuları ifadə edə bilir. O 2017-ci ildə Səudiyyə Ərəbistanı vətəndaşlığı alan ilk robot kimi tarixə düşdü. Bu isə Asimovun nail ola bilmədiyi bir yenilik idi. Nəticədə 2018-ci ildə Honda şirkəti Asimovun istehsalını rəsmi olaraq dayandırmağa qərar verdi və istiqamətini daha çox süni intellekt texnologiyalarına yönəltdi. Lakin Asimov robot texnika tarixində mühüm iz buraxdı. Onun dizaynı və proqramı sonraki insana bənzər robotların inkişafına böyük təkan verdi. Baxırıq 13-cü suala. 13-cü sualda qeyd olunur ki, mətnin məzmununa əsasən hansı fikri söyləmək olar? A. Robotların zəkası insan ağlından üstündür. Xeyr, belə bir fikir mətndə yox idi. Sonra, robotlar insanların həyatını asanlaşdırmağa xidmət edir, ola bilər. Robotların proqramına bütün insan duyğuları köçürülmək mümkündür. Xeyr. Robotlar həyatın hər sayəsində insanları əvəz edir. Xeyr. Cavabımız olacaq 13-cü sualda B variantı. 14-ə baxırıq. Mətnə əsasən Asimov haqqında yanlış fikri seçin. İnsana bənzər robotdur. Bəli, doğru fikirdir. Yeriyir, qaçır, pilləkən çıxa bilir. Bəli, mətndə qeyd olunmuşdu. Sosial zəkaya malik səs və üz tanıma funksiyaları var. Səs və üz tanıması var. Amma sosial zəkaya malik olmaq artıq bu Sofiyanın göstəricisi idi. Sofiyada qeyd olunurdu ki, Sofiya deyir, Asimovun geridə qoydu. Sofiya sosial zəkaya malik ilk robotdur. Baxın, artıq bu hissədə göstərilir ki, Sofiya sosial zəkaya malik idi. Və bununla da bir dəqiqə. Bununla da Sofiya, yəni artıq Asimovun geridə qoyurdu. Deməli, yanlış olunur ki, sosial zəkaya malik idi. 14-də cavabımız olacaq C variantı. 15-ə baxırıq dostlar. Sofiya robotu haqqında hansı fikir yanlışdır? İlk insana bənzər robotdur. Sofiya dostlar, ilk insana bənzər robot deyil. İlk insana bənzər robot Asimovdur.
Müxtəlif duyğuları ifadə edir. Ola bilər 2017-ci ildə istehsalına başlanılıb, bəli. Hanson Robotics şirkətinin məhsuludur, bəli. Mətnə qayıdaraq həqiqətən də cavabın doğruluğuna baxa bilərsiniz. Baxın, Honda şirkəti buradaydı. Sofia 2017-ci ildə Hanson Robotics adlı başqa bir şirkət tərəfindən istehsal edilmişdir. Sofia adlı növbəti insana bənzər robot idi və s. və ilaxır. Orada vardı həmçinin müxtəlif üz ifadələrini təqdir edə bilir, ünsiyyət bacarıqları var və s. və ilaxır. Davam edək. 16-cı suala baxırıq. Hansı bənddə səbəb-nəticə əlaqəsi pozulub? Qeyd olunur ki, robota vətəndaşlıq verildi. Tarixdə ilk belə fakt kimi qeydə alındı. Bəli. Sofia təqdim edildi. Böyük marağa səbəb oldu. Bəli. Asimov təqdim edildi. Sofiaya maraq azaldı. Bəli. Nəticədə Asimovun istehsalı dayandırıldı. Honda şirkəti istehsal istiqamətini dəyişdi. Bir dəqiqə. Biz harada səhv etdik? Baxın, deyir, Asimov təqdim edildi. Sofiaya maraq azaldı. Xeyr, Sofia təqdim edildi. Asimovya maraq azaldı. Bu da doğrudur. Yanlış cavabımız olacaq 16-da C variantı. 17. Sofia robotunun istehsalı nəticəsində hansı hadisələr baş verdi? İlk insana bənzər robot yaradıldı. Xeyr. İlk insana bənzər robot Asimovdur. Söhbət Sofiyadan gedir. İlk dəfə fiziki məhdudiyyətli insanlara dost icad edildi. İlk dəfə artıq Asimov ilə bu ilk dəfə olmuşdu. Ona görə də 2-də uyğun deyil. Hanson Robotics rəqabətdə önə keçdi. Bəli. Artıq Sofia onları bir addım önə atdı, belə deyək. Səudiyyə Ərəbistanın fərqli vətəndaşa sahib oldu. Bəli. Ona görə də 17-də cavabımız olacaq C variantı. 3 və 4. Sofia robotu haqqında yəqin ki, görmüsünüz, televiziyada izləmişsiniz, izləməmişsinizsə də bu gündən belə araşdıracaqsınız. Bu sizin üçün bir unudulmaz xatirə olaraq qalacaq bu mətn. Mətnin məzmununa əsasən yanlış fikir hansıdır? 18-ci suala baxırıq. Son dövrlərdə insana bənzər robotlara maraq azalıb. Belə bir fikir yox idi ümumiyyətlə mətndə. Robot texnologiyası bahalı sənayedir. Bəli, orada qeyd olunmuşdu 1 milyard yoxsa 1 milyon manata robotu hazırlayırlar. Haradaydı o? 1 milyon dollar vəsait tələb olunurdu. Baxın. Deməli, həqiqətən robot sənayesi bahalı sənayedir. Bu doğrudur. Uzun müddətli araşdırmalar nəticəsində bəli hazırlanır. Robot sahəsində şirkətlər arasında rəqabət olur. Bəli, hansı ki rəqabətdə gördünüz ki, belə deyək, Asimov'u hazırlayanlar artıq rəqabətə dözə bilmədilər. Ona görə 18-də cavab olacaq A variantı. 19-a baxırıq. Asimov'un istehsalı nə üçün dayandırıldı? Ona görə dayandırıldı ki, Honda şirkəti yeni insana bənzər robot təqdim etdi. Xeyr. Sofia ilə rəqabətdə geri qaldı. Bəli, Sofia ilə rəqabətdə geri qaldı. Hanson Robotics şirkəti belə qərar verdi. Xeyr. İstehsal icazəsi başqa şirkətə verildi. Xeyr. Cavab B variantı. Sofia ilə rəqabətdə geri qaldı dostlar. O bu rəqabətə artıq dözə bilmədi. Çünki Asimov belə deyək, Sofiaya nisbətən biraz daha zəif robot idi. Təbii ki, ilk dəfə yaradılmışdı, ona görə idi. Cavab 19-da olacaq B variantı. 20-yə baxırıq. 20-ci sualda qeyd olunur ki, dostlar, Honda şirkətinin 2018-ci ildə verdiyi qərar hansı fikri söyləməyə əsas verir? Bəzi şirkətlər inkişaf üçün digərləri ilə birləşməyə məcbur olur. Burada belə bir fikir yox idi. Şirkətlər fəaliyyət istiqamətlərini dəyişmirlər, dəyişirlər. Hansı ki, Honda şirkəti dəyişdi. Yeni məhsul bəzən rəqib şirkətin bağlanmasına səbəb olur. Ola bilər. Amma mətndə həmin şirkət bağlanmırdı. İstehsal sahəsinin fərqli istiqamətə dəyişirdi. Rəqabətə dözümsüz məhsulların istehsalı dayandırılır. Bəli. Hansı ki, Asimov'un istehsalı dayandırılır. Çünki rəqabətə dözümsüz idi. Üçüncü abzası hansı yarımbaşlıqla adlandırmaq olar? Honda şirkəti. Üçüncü abzası haradaydı? Gəlin gedək görək. Üçüncü abzası. Burada Asimov'un çətinlikləri idi, mövcud çətinliklər. Sonra Sofiyanın yaradılması, Sofiyaya yaradılması üçün xərclər və s. və ilaxır var idi. İndi gəlin baxaq.
Honda şirkətinin qərarı 21-də. Sonra Asimovun üstün cəhətləri. Asimovun üstün cəhətləri haqqında danışılmırdı orada. Yaşlıların dostu ola bilər, amma o haqqda danışılmırdı. Sadəcə Honda şirkətinin qərarı haqqında danışılmırdı. Amma çətin rəqabət var idi orada dostlar. Hansı ki qeyd olunurdu ki, baxın burada. Asimov deyirdi, məsələn, Sofiya sosial zəkaya malikdir. İnsanın üzünü təqlid edə bilirdi, daha yaxşı ünsiyyət qura bilirdi, danışırdı, müxtəlif duyğuları ifadə edə bilirdi, vətəndaşlıq almışdı. Artıq belə bir rəqabətə Asimov dözə bilmədi. Əgər Asimovunu istehsal edən şirkət Asimovunu istehsal etməyə davam etmək istəyirdisə, gərək daha fərqli sahələrə yönələrdi, daha fərqli nüvərsə icad edərdi ki, bu rəqabətə dözə bilsin. Maraqlı mətin idi, amma nəzərə alaq ki, uşaqlar burada 3 mətin işləyiblər. Ona görə də uşaqların müəyyən qədər çətinlik çəkməyi normaldır.